Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve lanetullah ala adaihim ecmaîn. Deməli, əzizlər, bildiyiniz kimi Muharrem ayı daxil olub və bu ayın ehtiramı, ədəbi var, dəyərləri var, mənəvi dəyərlərimizdir ki, tez-tez də suallar olunan məsələdir, təəssüflər olsun ki, baxmayaraq ki, nə qədər təkrar olunur, ruhanilər, ustadlar, alimlər tərəfindən və əslində ki, heç bunu soruşmasa belə bir iman əhli, bir ibadət əhlində cahil təbəqədən bunu başa düşmək olar ki, amma ibadət və iman əhli olanlar da bu sualları təəssüflər olsun soruşur ki, məsələn bu ayda biz toy edə bilərikmi, ad gününə gedə bilərikmi, musiqi dinləmək, şənlənmək, şadlanmaq, sevinmək, fərəh, sevinç hissini izhar etmək ki, şadlıq və şənlik məclisləri qeyd etmək, o məclislərin üzvü, iştirakçısı olmaq ki, vasitəçisi olmaq kimi amilləri soruşurlar, toy etmək və s. Ki, ham bilir ki, ta qədimdən bu günə Kərbəla hadisəsi baş verməmişdən hələ qabaq Peyğəmbər və Ali Peyğəmbər təkid eləyiblər ki, İmam Hüseyn əleyhissalamın əzasını, şəhadətini qoruyub saxlamaq, ta Ərbəyin ziyarətə də daxil olmaqla bu əzəmətli ki, şəhadəti və hadisəni bir şuar olaraq qoruyub, saxlayıb, ümmətə çatdırmaq və həqiqətləri bildirmək. Ona görə də biz də bu tövsiyənin, bu qərarların, əmrlərin ki, diri qalması üçün, yaşaması üçün bir vəzifələnmişik. Ona görə də bilməliyik ki, bu günlərdə bu saydığımız şeylər ki var, hüzn və kədərin əksidir. Bunları etmək düzgün deyil. Baxın, məsələn, bir hədisdə Əmirül-Müminin Əli əleyhissalama nisbət verilən böyük bir hədisdir. Şeyx Sadiq rəhmətullah aleyh Əl-Xisal kitabında gətirir. Çox uzun bir hədisdir. Hədisin bir hissəsində gəlir ki, Həzrət Mövla əleyhissalam buyurur, deyir, alçaq şəxslərdən ehtiyatlı olun, çünki onlar Allahdan qorxmazlar. Yəni, insan xisləti alçaq olduqda, münafiq olduqda, əlbəttə ki, mənəvi dəyərlərin, ilahi dəyərlərin aradan getməsinə çalışacaq və əksinə onları pozmaqda heç bir qəbahət görməyəcək. Və Həzrət buyurur ki, onların arasında peyğəmbərləri qətlə yetirənlər var və bizim düşmənlərimiz var. Allah yer üzünə nəzər edib bizi seçdi. Yəni, biz əhl-i beyti seçdi və şiyələrimizi də bizim üçün seçdi. Bizim tərəfdarlarımızı, davamçılarımızı da bizim üçün seçdi. Onlar bizə kömək edərlər, sevincimizə sevinərlər ki, fərəhli günümüzdə fərəhlənərlər və hüzünlərimizə isə hüzünlənərlər, kədərimizə kədərlənərlər. Onlar bizim yolumuzda öz malları və canlarından keçərlər, onlar bizdəndir və geri qayıdışları da bizə doğrudur. Və mahiyyət olaraq bu kəlməni görürük ki, Məsum İmam nə öyrədir? Yəni, iman əhlinin bir xüsusiyyəti var ki, bir şəxs ki, desin ki, mən Peyğəmbər və Ali Peyğəmbərin davamçısıyam, onlara iman gətirmişəm və itaət edirəm. Artıq bu söz kifayət eləyər ki, ağıl sahibi üçün ki, sevincli gündə sevinəcək, kədərli gündə kədərlənəcək Əhl-i Beyt əleyhissalam. Əgər bu günlər Əhl-i Beytin əza günləridirsə, yer göy əza saxlayırsa, bir iman əhli desin ki, mən gedim şənlərim, ya olar ki, gedim və s. suallar versə, deməli, hələ onun imanı zəif və Məsum İmamın əleyhissalamın da buyurduğu kimi, onun tərəfdarı xüsusiyyətini, simasını hələ özündə cəmləməmiş şəxsdir. Çünki bu qarşılıqlıdır. Ne üçün deyirəm bunu? Başqa bir hədisdə ki, Şeyx Sadiq rəhmətullah aleyh yenə də özünün dəyərli əsərlərindən olan Fədailul Əşhərus Sələsə əsərində bir hədis gətirir ki, İbn Əbu Nəcran İmam Kazım əleyhissalamdan rivayət gətirir. Xülasə imam gəlir bir hissəsinə bu yerə ki, imam buyurur ki, bizim şiyələrimizin hər hansı biri xəstələnsə, biz də onunla birgə xəstələnərik. Hər hansı biri qəmlənsə, hüzünlənsə, biz də onunla kədərlənərik. Hər hansı biri şad olsa, biz də onunla şad olarıq. Deməli, mahiyyət nədir? Bu
həqiqətdə iman əhli, əhl-i beytin nuruna büründükdə, əhl-i beyt əleyhissalamın ki, yaradılışda da var ki, hədisdə var ki, İmam Kazım əleyhissalam deyir ki, onlar bizdəndir, bizim tinətimizdən, torpağımızdan və ya nurumuzdan xəlq olunublar. Ki, onların nuruna boyandıqda o möminlər nəticə etibarıyla nə olur? Həqiqətdə onların istədiyi, onların əmrlərinə tabi olub itaətindən çıxmayan iman əhlinə çevrilirlər və ilahi bir, belə deyək ki, nura qərq olurlar. Və bu qarşılıq belədir ki, biz əgər Əhl-i Beyt əleyhissalamın kədərinə kədərlənib, sevincinə sevincək olduqda, onlar da bizimlə birgə kədərimizə kədərlənər, sevincimizə şərik olarlar. Deməli, bu nədir? Məvəddətin bir hissəsidir, bir qismidir ki, qarşılıq olmalıdır. Əgər biz qarşılıqlı ki, dildə desək ki, sevirik Əhl-i Beyt əleyhissalamın qarşılıqlı onu əməldə göstərməsək, aydın məsələdir ki, bu Məsum İmamın dediyi kimi münafiq və alçaq şəxslərin xislətinə çevriləcək. Və ona görə də bu günlərdə ki, bu ayın ədəbi var ki, şəxslər gərək şənlənməsin, sevinməsin, fərəh izhar etməsin, toy şənlik keçirtməsin ki, bu günləri Əhl-i Beyt əleyhissalam necə əza saxlayıb ki, İmam-ı Zaman Əcəlallah Fərəcə müqəddəs nahiyə ziyarətnaməsində deyir ki, İmam Hüseyin əleyhissalam üçün mən sənin üçün o qədər ağlayaram. Hətta göz yaşım quruyar, onun yerinə qan ağlayaram. Yəni, o həddə şiddətli bir faciədir. Yaradılış üçün bütün qalaktikalar, fəzalar, məxluqatlar üçün, nəinki təkcə yer kürəsi üçün. Çünki imam yaradılışın höccətidir Allah tərəfindən. Ona görə bunun mahiyyətini biraz biz təfəkkür edəsək, düşünürəm ki, burada biz üçün çox bir qaranlıq məsələ yoxdur və bu ayın adabını, ehtiramını saxlamaq da elə bir çətin bir məsələ deyil ki, bacardığımız qədər çalışıb bunu qoruyub saxlaya bilərik. Ki, ən azından kiçiklərimizə başa salarıq, böyüklərimizə nümunə olarıq ki, göstərərik əməli baxımdan ki, hansılar ki, bilməyiblər, səhv anlaşılıb onlar üçün, yaxud məlumatlar yanlış çatıbdır onlar üçün, onlar bəyan olsun. Bu məclislərdə iştirak etməklə, ki, iştiraka dəvət etməklə, ki, o maariflənib həqiqi tarixi hadisələrin ki, həqiqətini bilib, mahiyyətini öyrənib, yaxud kitablardan mütaliə etməklə, ki, xütbələr dinləməklə, ki, əldə edərək onun bəlkə həqiqətlərindən bir cüzü dəryada bir damla da olsa dərk edərək, yəni onu həyatlarına tətbiq etməyə nəsib olarlar, müvəffəq olarlar. Ona görə çalışmaq lazımdır ki, bu aylarda həqiqətən heç bu sualları iman əhli verməsin. Adamda təəssüf hissi doğurur həqiqətən ki, görürsən ki, bu cür suallar verirlər. Bəzən heç vermədən bu işi görürlər, paylaşırlar. Yəni çalışmaq lazımdır ki, paylaşımlarda belə, söhbətlərdə belə, məclislərdə belə bu işlərə diqqət olunsun ki, şəxs bununla Əhl-i Beyti daha da narahat edib qəzəbləndirməsin, onların əksinə, əleyhinə olan işlərə əl atmasın ki, həm dünyasına, həm axirətinə ki, faydası olsun. Yəni, dünya və axirət dedikdə bunun içində hər bir şey aiddir. İstər onun ailəsi, istər onun ruzisi, istər onun işləri, istər onun ətrafı, mühiti, qohumu, dostu, tanışı, qonşusu və münasibətləri. Hamısı bu şeylərin içərisində daxildir. Ki, bir dənə bu qəzəb, bir bu səhv hərəkət və addım nəticə etibarilə böyük bir hadisənin əksinə, mənfi dönüşünə səbəb ola bilər. Velhamdülillah Rabbil aləmin.